Salam uşaqlar, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Gəlin sizə storydə ünvanladığım sualların izahını verim. Başladıq. Suallarımızın biri belə idi. Bernoulli qanununda axın sürəti en kəsinin sahəsindən necə asılıdır? Aerohidrostatika bölməsində öyrənmisiniz ki, Bernoulli qanununda sahənin böyük olduğu yerdə fikir verin. Bu hissədə sahə daha böyükdür, bu hissədə sahə daha kiçikdir. Uşaqlar, sahənin böyük olduğu yerdə axın sürəti kiçik olur. Sahənin kiçik olduğu yerdə axın sürəti böyük olur. Demək, mən bu nisbəti tərs götürməliyəm. Yəni, S1-in S2-yə nisbəti V2-nin V1-ə nisbətinə bərabərdir. Və siz sahənin düsturunu bilməlisiniz. Sahə pi r kvadratı ilə tapılır. Mən burada r-i diaqramın yarısına bərabər olduğunu bilirəm. Aparıb yerinə d bölünsün 2-nin kvadratı yazanda pi d-nin kvadratı bölünsün 4 tapıram. Uşaqlar, sahə r-in kvadratı və d-nin kvadratı ilə düz asılıdır. Buna əsasən də mən burada qeyd etmişəm D1-in D2-yə nisbətinin kvadratı düz asılıdır S1-in S2-yə nisbətindən və yaxud da R1-in R2-yə nisbətinin kvadratı düz asılıdır S1-in S2-yə nisbətindən. Demək ki, bu R ilə D-nin kvadratları nisbəti sürətlə tərs asılıdır uşaqlar. Əgər sürət sahə ilə tərs asılıdırsa, demək radiusla diametr də tərs asılıdır. Demək, bu sualımızın cavabı sürətin en kəsinin sahəsindən tərs asılı olması idi. Uşaqlar, tərs asılı olan götürən uşaqlar düz tapıb, asılı olmayan, düz asılı olan götürən uşaqlar isə səhv tapmışdı. Keçək digər sualımıza. Uşaqlar, növbəti sualımız mayelərin təzyiqinin sahədən necə asılı olduğudur. Biz bilməliyik ki, mayelərin təzyiqi P bərabərdir rho, r, h düsturu ilə tapılır. Burada mayenin təzyiqi mayenin sıxlığından, mayenin təzyiqi bir də hündürlükdən asılıdır. Burada biz sahəni görürük uşaqlar, xeyr, görmürük. Demək ki, düsturda görmədiyimiz cəmiyyətdən asılı deyil. Yəni, mənim təzyiqim, mayenin təzyiqi S-dən asılı deyil. Bəs sahədən asılı olan təzyiq hansı idi? Uşaqlar, sahədən asılı olan təzyiq bərk cisimlərin təzyiqi idi. Yəni, P bərabərdir F bölünsün S düsturu idi. Bu, bərk cisimlərin təzyiq düsturudur. Fikir versəz, təzyiq burada sahədən tərs asılıdır. Amma təzyiq F-dən, təzyiq qüvvəsindən düz asılıdır. Yəni, təzyiqin sahədən asılı olduğu bərk cisimlərdə olur, mayelərdə olmur uşaqlar. Bunu yadınızda saxlayın. Bir də uşaqlar, sual vermişəm ki, Celsius şkalası Kelvin şkalasından nə qədər kiçikdir? Yəni, arasındakı fərq nə qədərdir? Doğru cavabımız 273 dərəcədir. Uşaqlar, Kelvin şkalasını tapmaq istədiyimiz zaman Celsius şkalasının üzərinə 273 dərəcə gəlirik. Məsələn, deyək ki, bizim Celsius şkalası verib, tutaq ki, 37 dərəcə Celsius. O zaman mən Kelvini tapdığım zaman 37 dərəcənin üzərinə 273 dərəcə gəlirəm. Tapıram ki, mənim Kelvin şkalamda 310 Kelvin edir. 37 dərəcə Celsius 310 Kelvin edir. Yəni, arasındakı fərq 273 dərəcədir. Bəs hansı daha çox böyükdür? Kelvin şkalası Celsius şkalasından 273 dərəcə daha böyükdür. Bu izahımız da belə. Ümid edirəm ki, anladınız. Videonu bəyənib, yorum yazıb, kaydetməyi unutmayın. Faydalı videoların davamı gəlməsini istəyirsinizsə, videomuzu bəyənin. Təşəkkür edirəm uşaqlar diqqətiniz üçün.